mənim subyektiv fikrimdir. Getsin İlduza Hacıyeva, bilmirəm indi bu sözümü necə şey eləyirlər, amma mənim şəxsi fikrimdir. Getsin bu günü İlduza Hacıyeva sabahdan bir qurban kəssin ki, onların qabağı bu cür, yəni bu cür şikayətçi çıxıb. Şikayətçi görməyiblər ha. Məhkəmələrdə mən oluram. Adlı saatlərdə oluram da, mən belə rayon məhkəmələrdə olmuram. Orada şikayətçilərdə görərsiniz. Ay, adamlar. Adamı. Nə günah olurlar? Həqiqətən sabah dursun, geçsin bir qurbanlıq kəssin ki, qabağına belə humanist adam çıxıb. Və mən belə düz başa düşdüm də, belə başa düşdüm ki, İlduza Hacıyeva danışığa gəlsə, bir humanist deyilib bağışlaya bilərsiniz. Yəni danışırsa mən belə baxıyorum. Yox. Bilirsiniz necə, Orxan müəllim, bu belə açığı belə bu çox şey işdir, başa düşürsünüz. Birincisi, biz tək deyilik, orada Amalın necə deyim, ailəsi var. Biz bir-birimizə böyük hörmətimiz var. Mən yəni Amalın ailəsi adından heç nə deyə bilmərəm. Onların çünki belə yenə deyirəm, bizim qarşılıqlı hörmətimiz var. İndi Allah kimi deyirəm Amala. Yəni siz öz adınızdan deyək, belə deyəm. Yox qardaş. O deyirlər biz bir dəfə elədik, yəni yenə deyirəm, bizim başımıza nə daha bizə necə şərlər, necə deyim, bizim ailəmizə nələr qalmadı deməsinlər. Yox qardaş, ancaq barışıq, nə bilim nəsə başqa bir şey, ancaq çerez vəkillər, necə deyirlər, məhkəmədə, qanuni yolla yox qardaş. Mən heç nə deyə bilmərəm bu barədə. Çünki heç belə cəhd eləməyi də heç kim xahiş edirəm cəhd eləməsin. Mən rəsmi olaraq deyirəm, ancaq çerez vəkillər məhkəmədə, rəsmi şəkildə, nə bilim, bilmirəm, qanunvericiliyin qanunlarına uyğun belə, yəni mümkün deyil də. Yəni yenə deyirəm, biz elə bir təhqirlərə məruz qalmışıq. Biz bilmirik, başa düşürsünüz, ailəmizin, necə deyirəm, bu bir belə götürək, çətin bir durumudur da. Biz bilmirik öz çətin durumumuzu, yəni öz hayımıza qalaq, belə üzr istəyirəm, belə loru dildə desək. Yoxsa cəmaatın belə hücumuna məruz qalıb cəmaatın. Yəni siz təsəvvür gətirib bizə dedilər pul almısınız, sonra dedilər ev alıb verib sizə, sonra dedilər İndi mən sizə bu canlı yayımda deyim ki, hə razıyam, sıraz deyəcəklər. Nə bilim nə oldu? Belə bilirsiniz nətər? Yox qardaş. O ancaq rəsmi qaydada, yəni qanunvericiliyə uyğun, onda nəsə danışmaq olar. O da bilmirəm. Mən yenə deyim, qanun buna yol verirsə, indi baxarıq. O da yenə deyirəm, Amalın ailəsi var ya qardaş. Biz birimizə böyük hörmətimiz var. Mən onun atasına, anasına, onun bacılarına, qohum əqrəbəsinə bizim böyük hörmətimiz var. Mən birinci Amalın ailəsidir. Birinci Amalın ailəsidir qardaş. Çünki belə çıxmaz, onların itkisi çox böyükdür də, başa düşürsünüz. O ki qaldı Amal barədə, Amal çox yaxşı oğlan idi. Allah ona qəni rəhmət eləsin. Təsadüfən iki dostu mənim qabağıma çıxıb. Təsadüfən ən yaxın iki dostu mənim qabağıma çıxıb, həqiqətən də yəni tərif edirlər. Yox qardaş, bilirsiniz necə? Məsələn indi deyirlər, nə bilim belə, elə, nə bilim indi bəzi adamlar var danışır da, başa düşürsünüz. Yəni elə olan deyildi də. İndi bilirsiniz necədir? Hamı cavan olub da, başa düşürsünüz. Bu dəqiqə götürək açaq TikToku. Hamıya demirəm, əksəriyyəti də, böyük əksəriyyəti cavanlar bu maşın sevdası var da qardaş. Bu bütün dünyada, təkcə Azərbaycanda deyil ki, bütün dünyada belədir də. Burada cavan oğlan olub. Yəni Amalın atası indi çobardı, mən demirəm açıq da, indi çünki çox belə hörmətli adamdır, çox belə alicənab, çox belə necə deyim, yəni elə belə adam deyil də, yəni belə loru dildə desək, üzr istəyirəm sizdən, o kişinin özünə görə hörməti var. O da bir oğlu olub, oğlu üçün hər cür şərait yaratmışdı da. İndi ən azından belə götürək də, özünüz bilirsiniz də, Allah nə bilim heç kimi göstərməsin, hansı maşında avtoqaz olub da, yəni elə, yəni mən nəsə demək istəmirəm artıq əski, başa düşürsünüz, onlara ev almışdıq Mərdəkandan, maşın almışdıq, başa düşürsünüz, hər cür şərait yaratmışdı bir gənc ailə olaraq, o bizim valideynlik borcumuzdur, başa düşürsünüz. İndi neyini hadisədir də, oldu, biz neyini bilərik. Mən belə bir şey də deyim, burada heç kim danmaz, bir nəfər var, Amerikada yaşayır. O çox qazilərə, aslanətlə ailələrə... Yox, lazım deyil, lazım deyil, qətiyyən əleyhinə. Biz öz gücümüzlə hər şey eləyəcəyik. Çox sağ olsunlar, bizə həddindən artıq çox o barədə müraciətlər olub, sağ olsunlar. Amerikada bizim qohumlarımız var, lazım olsa biz onları qoşarıq, yəni onlar da yəni çox belə, onlar neçə vaxt Amerikada yaşayırlar, onların vətəndaşlığını alıblar, vətəndaşdırlar. Onlar açığı sənələri dəfələrlə dəvət ediblər. Yəni sənələrin öz yaxın qohumuz da, qohum adı çəkmək istəmirəm. Yəni çox yaxın qohumuzdur da. Onlar da belə bir özlərinə görə bir ailədirlər, bir ailənin nümayəndəsidirlər. Atalarına, analarına, hər iki də böyük hörmətimiz var. Yəni orada bizim adamımız var da, narahat. Yox, heç kim kömək eləmir. Allah hamıdan razı olsun. Çox sağ olun.